Kim? Bu çarşı. Ha. Ha. Vurlar. Bəli, Bundesliga 2-ci divizyon. Oyun başlayıb. 2-ci divizyon 4-cü sezon, 2-ci turun son maçı, ilk hücum və ilk gol! Elə başlayar başlamaz. Pərviz Kərimli hesabı 1-0 etdi. Qaradağ komandası hesabda irəli keçdi. Elə oyunun 10-cu saniyəsində. Sanqaçal təmsilçisi səhv etmirəmsə. Bunun üzərində bir sıra nüanslar yaranır, amma yenə də Qaradağ ki, Qaradağ. Gold Army isə Leşpatan qəsəbəsini təmsil edir. Komanda həm elit diviziyonda, həm ikinci diviziyonda təmsil olunur. Tapdıq Məmmədovun başçılığı altında. Və hesabda hal-hazırda geridədir. 1-0 hesabı ilə geriyə oynayır. Hüseyin Abbasov ötürməsi Emil İsayevə. Emil İsayev topu uzaqlaşdırır, amma təhlükəli şəkildə az qalmışdı. Ötürmə edildi, Axundlu bir-birlərini anlaya bilmir. Hələ ki komanda Gold Army, yəni Tapdıq Məmmədovun başçılıq etdiyi komandaların ən böyük mənfi cəhəti ondan ibarətdir ki, komandaları hər dəfə yenilənir, yeni oyuncular bir-birlərinə adaptasiya ola bilmirlər. O yüzden komanda potensiallı olaraq güclü oyunculardan ibarət olsa da çox az mövsüm. Oy. Şahik zədələndi. Şahik Bəhramlı meydandan kənarda olmalıdır. Onsuz da sınıq salxaq ayağıyla mane olur hamıya. Bəli, bu onu kürsü getdi. Taskatda var, bir taskat sırıldı və ayağına yox. Ayağına o taskatda var. Namizədə qarşı. Oy. Bəli, cəriməyi. Sərkəşdən aldığı Şahik elə deyil, Şahikin Prado'dan geyinir. Prado. Bəli, namizəd Kərimli cərimə zərbələri mahir ifaçısından zərbə qapı istiqamətdə Axunlu topa toxunur. Murad elit diviziyonda da iştirak edir Murad Axunlu. Ötən mövsüm isə ikinci diviziyonda Prospekt komandasının oyuncusuydu, 20 ballıq oyuncu. Orada zərbə inanılmaz trajektoriya qapıya daxil ola bilər, amma İsayev yerindədir. Pantera Emin Şəbiyevdir. Gəlin İsayevə yeni ləqəb təklif edək. Sarı pişik. Axunlu Murad keçməyə çalışdı. Namizəd ikinci epizodda qardaşından aldığı topu qapıya yönəldə bilmədi. Namizəd Kərimli. Hesaba hal-hazırda 1-0. Get tap gəlir. 2 dənə gəl. Namizədin zərbəsi qapı direği üzür istəyirəm. İkinci həmlə bir-birlərini anlaya bilmirlər. Ayağa zərbə endirmişdi, amma Gold Army komandasının əsas heyəti sabah saat 22:00-da Sparta Bakuya qarşı mübarizə aparacaq. Oyunun posteri Bundesliga Instagram səhifəmizdə Vüqar Aliyev və Xəlil Bağırlının simasında təqdim olundu sizlərə. Sabah Vüqar Aliyev üçün çox möhtərəm bir maçdır. Öz köhnə komandasına qarşı mübarizə aparacaq. Çox xaotik oyun gedir hal-hazırda. Gold Army komandası bir-birlərini anlamaqda çətinlik çəkir. Müşid adını öyrənməkdə Qaradağ komandasının heyətində də yeni oyuncular var. Üçlü müdafiə olunur komanda və namizəd Kərimli və Pərviz Kərimli qardaşlarından ibarət hücum xətti var hal-hazırda. Vüqar Aliyev
Bəli, hərəkətdəydi top, bəli. Namizədin cəlbə var ötürməsiydi bu, qardaşı istiqamətinə. Yenidən ötürmə, Vüqar Aliyev əks hücum. Sağda oyuncu var idi, amma ötürmə etmədi. Vüqar Aliyev də top qalır, meydan onun üçün isə qısaldı. Pressing tətbiq edilir. Vüqar Aliyev isə pressingin belə desək Bundesliga elit və 2-ci divizionunda sahibidir. Çox gözəl pressing tətbiq edə bilir. Bunu Elcan Sarıyevdən soruşun. Bu arada Vüqar əks hücum. Zərbədir amma tələsdi. Sol cinahda Vüqar Aliyev var idi. İlk oyunudur Vüqar Aliyevin Xəzri Arenada. Hal-hazırda isə Xəzri Arenadayıq biz. Möhtəşəm abu havalı. Möhtəşəm. 30'da. Kim? Zahmet olur. Kimin oyuncusu? Karadağ. Hə. Şah neydi o? Şah Mərdanov. Abbasov olmadı. Hüseyin. Çox da. Ha? Yox, iki qardaşların biri 20'dir, biri 10. Pərvizin zərbəsi güclüydü, amma dəqiq değildi. Uzun ötürmə Murad istiqamətinə zərərsizləşdirildi top. Hücum. Geriyə Vüqar Aliyevlə oynadı Murad. Murad istiqamətinə güclü pas. Düzgün pas. Zərbə amma top qapıya daxil olmadı. Aslında yoxdur. İki ayaqla olmaz. Məndə patqatların həssasıyam. Amma düzgün ayağa yox. Yəni iki ayaqla yox, olmaz. Turna sağ cinaha. Emil İsayev yerindədir. Estafilov ötürməsi namizə istiqamətinə etdi. Zərbə! Gözəl qolla ayaqda qalır namizət Kərimli. Birinci 10 falan benim. Ondu bu. Bu yox ha. Yavarim beri belə oynan kesin yenmez. Ötürmə edildi qapı istiqamətinə. Heç kim toxunmadı topa. Çox gözəl ötürmə. İkinci həmlə olacaqmı? Yox. Hələ də Pərviz Kərimlidən top zərbə olmadı.
Vüqar. Vüqar divar paslaşma etməyə çalışdı, olmadı. İsrafilov. İsrafilin ötürməsi solcuna ha və yox olmadı. Lan qapısını elə yazdım ya. Topunu döyəcəklər. Çox yaxşı qapısı. Çata bildin? Hayır, kimdə var, heç kimdə yox. Nəzələnmə. Orada heç kim tanımıram axı. Kasıblar. Çasıqlar. Burada da bir yerdi ki, bisiklet almaya geliyor. Oy, gözəl oynadı başla. Oy, mən bu epizod çəkə bilmədim, amma sözümə də maraqlı dinləyəcək İsrafilov. Zərbə indirdi qapıya. Çox gözəl, çox rahat keçir. Vüqarın ötür zərbəsi alınmadı. Bəli, cərimə var idi orada o epizodda. Ayağına toxunmuşdu. Onu dəyişə bilirdi, hə. Murat topun arkasındadır, sol cinahda da oyuncu var. Ötürmə edildi sol cinaha, oxudu. Qaradağ komandasının oyuncusu. Hoppa, sol topu qəbul edir. Qaspek girməyib, hə? Yaxşıdır. Ceyhun. Yox, son anda. Gold Army komandasının oyuncusu. Araya giren. Vuruşur Vüqar Aliyev tək başına, bəli. Cərim. Üçüncü foul Qaradağ komandasının Gold Army komandasının aktivine yazılır. Bəli, tək başına vuruşur hazırda. Aliyev Vüqar sabah isə Aliyev Vüqar saat 22:00-dan etibarən Sparta Bakuya qarşı mübarizə aparacaq. Bu arada zərbə Aliyevdən dəqiq olmadı. Hüseyin meydanı tərk edir. Ceyhun. Şahmerdanov. Olmadı. Başla zərbə tapdıq Məmmədovdan. Çox maraqlıdır, hər dəfə ona ötürmə gəlir başla. Ötürmə sol cinaha, Şahmerdanov isə topa çatır. Aşağı Vüqar. Vüqarın zərbəsi dəqiq olmadı.
Zərbəsi birbaşa İsayevin qucağına. Xoşu gəldi. Doğrudan Tapdıq Məmmədov. Yenə olmadı. Sen ikinci divizyon və elit divizyonun bəlkə də ən balaca boylu, ən qısa boylu oyuncularından biridir. Amma nədənsə həmişə hava topları məhz ona ünvanlanır və ən maraqlısı ondan ibarətdir ki, Tapdıq Məmmədov bunun öhdəsindən gələ bilir. 155 olar. Mən boyun var onun baxın. Mən bəsliyəm, prom baxın. Mən neçə olar? Məsələn, bilmirəm. Sən onlarsa 1.73 1.73 Ha, 1.75. Eynən də nəsə. Yadıma düşdü. Çünki mən öz boyuma uyğun eynəm. 1.66 mənəm. Sakin ağlar. Gəldik. Olmaz. Zədəli var orada. Murad zədələndi. Baxın bu Murad Gold Army komandasının əsas üzvlərindən biri. Tapdıq Məmmədov. Ötürmə edilir. Vüqar alıyor. Topu qəbul edə bilmədi. Ceyhun Şahmərdanov. Qapı istiqaməti. Zərbə Emildən möhtəşəm seyf. Güclə zərbə başlandı. Amma topa zərbə indirə bilmədi. Bəli, Pərviz Kərimli. Tapdıq Məmmədova qarşı biraz sərt oynadı. Özürünü də istəyir. Ötürmə edildi, olmadı. İlk hissədə hesabı xatladım, hesab hal-hazırda Tapdıq Məmmədovun əlinə dəyərək top. Yox, bunu götürməyəcəm, mən oturmayacağım. Ayaqlarım ağrıydı. Oy, Pərviz Kərimli topu ala bilir. Zərbə də indirdi və bəli, pressing nəticə verdi. Sən gəl burada otur. Dur biraz. Belə. Hə, Pərviz Kərimli. Gündə bir 10 çıxdı. Tapdıq belə olacaq. Hesab hal-hazırda 3-0 artıq Gold Army komandası məğlub durumdadır. İlk hissədə Şahmərdanov Ceyhun ötürmə edir son anda. Daha dəqiq oynadı. Gold Army komandasının üzvü zərbə edildi qapı istiqamətdə ötürmə var. Amma olmadı. Sizdən zərbə. Biraz sağ otarım. Sen gel buraya. Sonra sen dol. Ne oturmayacağım az. İlk hissənin sonuna isə 6 dəqiqə qalır hal-hazırda. Qaradağ komandası 3-0 hesabı ilə irəlidədir. Belə desək, Qaradağ komanda, Gold Army komandasının oyuncuları individual səhvlərin nəticəsində hesabda geridədirlər. Oy. Pərviz Kərimli xəttirik edə bilərdi. Ötürməsi solcuna ha.
Topu qəbul etmədə çətinlik çəkdi. Kərimli xetrik edə bilərmi? Kərimli olmadı. İsrafilov meydana daxil olur. Komandanın sahibi, həm də kapitanı. Revanş komandası adıyla 2 sezon 2-ci divizyona qoşulmuşdu. Uğursuzluqla nəticələnmişdi. İlk sezonda isə komanda 9-cu turda futbol eşqinə meydana daxil olmuşdu. Turnirə daxil olmuşdu. İkinci mövsümdə isə komanda səhv etmirəmsə 8-də 1 mərhələdə gedişatını durdurmuşdu. Elit divizyonda da İsrafilovun komandası iştirak edib 2 mövsüm Sangaçal United komandası adıyla bir vaxtlar Sportser Arenada Kərimli, Pərviz ötürməsi Akçınaha, İsrafilovun ötürməsi Pərviz Kərimli istiqamətlə zərbə yox olmadı. Qapı teri. Ceyhun tələsmir Qaradağ komandası. Qaraliyev ötürməsi etməyə çalışdı, amma yox. Ceyhun özü irəliyir, ona qarşı pressing tətbiq olundu. Uğurlu pressing, amma kəsərsiz ötürmələr, xaotik vari hücum və sona kimi müdafiə olunmamaq bacarığı məhz Gold Army komandasını məğlub duruma salır. Mən belə deyim, siz belə başa düşün. Gold Army komandası elit divizyonda daha yaxşı mübarizə aparır. Ceyhun. Bəli, hesab 4-0. Ceyhun Şahmərdanov. Ceyhun şu. Ne kadar burada? Şunun yeri değil burada. Mən də onu deyirəm. Şunun yeri değil burada. Niyə? Bunlarla güzdür. Bəli, Gold Army komandası elit divizyonda daha yaxşı mübarizə aparır. Bunun fenomen komandası adıyla meydana daxil olanda, turnirə daxil olanda bunun şahidi olmuşuq ki, Şəki komandasının baş ağrı olan komandaydı. Fenomen komandası və qrup mərhələsini bir neçə dəfə adlaya bilib, hətta yarımfinal mərhələsində belə vəsiqə qazanmışdı komanda, amma ikinci divizyonda komanda bərbad vəziyyətdədir. Köhnə adıyla Imperial komandası adıyla isə bir dəfə yarımfinal mərhələsində, hətta yox, 2 dəfə hətta yarımfinal mərhələsində vəsiqə qazanıb, amma sonradan inanılmaz səhvlərlə komanda turnirdən ələnib. Qaradağ komandası Halatıda hesabda ilk hissədə 4-0 hesab ilə irəlidədir. Şahmərdanov, Ceyhun geriyə dönür. İsrafil sağ cinahlarda oynaya bilərdi, amma zərbə endirdi. O da qol vurmaq istəyir. Ötən oyunda isə İsrafilov gözəl qolla yadda qaldı. Uçan Hollandiyalı qoluna bənzər bir qol idi. Onu da efirdə Bundesliga Instagram YouTube kanalının canlı efirində Uçan Sangaçallı deyə qolun adını imza atmışdıq. Yox, beləli olmur. Oy, tapdıq yenidən topa müdaxilə edir başla. Boyu qısa olsa da ikinci mərtəbədə daha effektiv oynayır. Meydanda olan komanda üzvlərindən. Bu arada ötürmə gözəl idi İsayev.
5-ci qolun komanda qapısına daxil olmağa icazə vermədi. Son hücum ilk hissədə. Məncə. Bəli, son hücumdur. Bəli, ilk hissə bitir. 4-0 hesabı ilə ikinci hissədə görüşənədək. Bəli, əziz tamaşaçılar, ikinci hissə start verilir. Player qaydalarına uyğun olaraq top rəqəm komandaya verildi. İlk hissədən sonra 4-0 hesabı ilə Qaradağ kollektivi öndədir. Oo, çox gözəl sıyrıldı. Vüqara top gəlib, çatmadı. Vüqar çox can atır ki, gol vursun, ancaq onu topla düzgün təmin etmədiyinə görə gol vura bilmir. Və gol olmadı. Daha bir zərbə qapının xeyli uzaqlığından keçdi. Top Qaradağ klubunda qalır. Səhv ötürmə qapı tərəfindən. Bu hücumda bir nəticə vermədi. Qaradağ klubunun daha bir hücumu, təhlükəli bir hücum. Qapının yanına keçdi. Daha bir zərbə qarşısı alındı. Tapdıq orada öz komanda yoldaşlarına iradını bildirir. Oo, qapısı gözəl oynadı. Bəli, tapdıq komanda yoldaşlarına öz iradını bildirir. Və Vüqar xeyr.
Qapıcı yaxşı oynadı bu epizodda. Qaradağ klubun daha bir təhlükəli hücumu. Xeyr. Cərmə zərbəsi təyin edildi. Daha bir təhlükəli hücum. Vüqar top itirdi. Qapıcı. Qapıcıdan gözəl bir reaksiya. Qəşəngsən. Bəli, artıq mən də Alınır. şərhçi bölməsinə keçirəm. Buyurun İlhan. Çox sağ ol, çox sağ ol. Oy 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 oy. 5 dəqiqəlik ehtiyaclarını ödəməyə getmişdim. Bu arada Şahmurad çox sağ olsun. Məni əvəz etdi layiqincə. Hesabı xatırladım. Hesab dəyişilməz olaraq qalır. İkinci hissədə 4-0 sağ cinahla oyun ötürmə. İsayev ona qarşı sərt oynadı. Ceyhun amma üzr də istəyir. Hə? Texnik heyət keçirir. Oy oy, səhv etdi burada qapçı. Ötürmə və bəli. İsayevin səhvindən səmərəli istifadə edə bir Ceyhun. Artıq bu darmadağının əsasıdır. Ötürmə Göylə Murad istiqamətinə. Hüseyin topu ələ keçirir. Sərpə qapı istiqamətinə ikinci həmlədə. Vüqar topu qəbul edə bilmədi. Namizəd sağ cinahda da oyuncu var. Namizəd ötürməsini Pərviz. Boş qapıya topu yönəldə bilmədi. Özünün ikinci komandanın 6-cı qol, özünün üçüncü komandanın 6-cı qolunu vura bilmədi. Namizəd topu qəbul edə bilir Pərviz üçün. Qardaşı üçün sağ cinahda iki qardaşların hücumu. Pərviz toxuna bilmədi topa. Hücum hələ davam edir. Zərbə indirə bilər. Gold Army komandasına xaos davam edir. Yeni oyuncular, adaptasiyaya məruz qalmış oyuncular komandanın məğlubiyyətinin əsasını qoyur. Komandanın digər 30 ballıq oyuncuları belə meydanda yoxdular. Əlbəttə, bunun axırı belə də olmalıydı. İsrafil topu qəbul edir. İsrafil. Elbirlə komand mutasiya oluyor. Komand mutasiya oluyor. Güzel ha. Ha, mutasiya. Boşluğa bak bir. Oyuna heç kim olmaz. Baxın bu. Öz şeylərində deyəsən ha. Oy 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 oy, Vüqarın ikinci zərbəsinin zərərsizləşdirə bilir. Aysa bir dənə köməkli elə ona. Uzun ötürmə.
Namizəd ötürmə sol cinaha Pərdizlə oynamağa çalışdı. Çox kaotik oyun nümayiş etdirir. Çox sağ ol qardaşım, Allah razı olsun. Yox, 11-ini şeydə tullayarsan şeyə. İran müəllimi. Odun zərbət dəqiq olmadı, amma güclüydü. Hələ yox, hələ yox. İşte, mən deyəndə. Burası zıplatdı o tərəfə. Buyur. Müəllim. Nasıl? Müəllim. Hələ yatma. Hələ atma. Səndir müəllim. Müəllim. Burada Xudlu zürəllədi. Top ayağına. Bəli, cərimə zərbəsini Murad Axundlu özü yerinə yetirəcək. Muradın zərbəsi qapıya daxil olmadı. İsrafil ötürmə edildi. Namizəd tapdığı keçə bilir. Ötürmə də etdi, amma dəqiq olmadı. Oyunun sonuna isə səhv etmirəmsə 12 dəqiqə qalır. Və hal-hazırda hesab 5-0 hesabı ilə Qaradağ komandasının xeyrinədir. Əgər oyun belə davam edərsə, oyun belə bitərsə, Qaradağ komandası A konferansında ilk pillənin sahibi olacaq. Ötürülmə edildi, olmadı. Namizədin ötürməsi də keçmir. Murad zərbə də indirdi, son anda ayağa qoyur Qaradağ komandasının oyuncusu. Allah. Bizim zərbəsi isə dəqiq olmadı. Özünün 3-cü komandasının 6-cı qolunu imza ata bilərdi. Pərdiz Kərimli. Oyun kurtardı da. Sonra Cemal ver abi. nə?
Onu götürəsən dəyman atarım, başını qağız çək. Tapdıq. Tapdıq. İkinci həmlə yenə olmadı. Tapdıq. Hansı şanslardan istifadə edə bilmir komanda? Kompakt şəkildə müdafiə olundu. Gələn həftə bir nəzərdə Bakı Juniorla oynayırlar. Bakı Juniorla da bu effektivləsə, deməli oyun şey var. Bakı Junior gələn həftə bunları meydin çıxarsa, onu da demək yapırlar, bunlar oynayırlar. Bakı Junior birdən baxdınız, bəyəndiniz də, üst elədik ki. Mən baxmamışım, görürüm ki, 60 onda baxaram. Səhvət avtoqol vurdu da dost. Yox, Gələndən başım alır. Sən gəlib başlara dərman tapı gəl. Bu arada maşında var, gedəndə bu su götürər. 10 dəqiqə. Başla. Ustası işləmir, deyil mi? İşte zayıfqası qutarırdı. Belə ejdi çəkəndə zayıfqa çox yeyir axı. Üstünün şeyə nə edir? Zərətki ya. Allah zələnsən. Uşaq. Burada nə baş verir abi? Bu nə da? Çin sətti. Sənin telefonun zaryad mesajı Elə bir də ştativin zaryad qalır. Aran ştatifin ona da. Dünən bir dənə epizod oldu. Hansı oyunu da? Yazıq Emil. Bir dənə video var idi. Mən hara düşmüşəm ha. Hə, böyle hara gətirmişsiniz. Şahid. Fərid belə oynasa, sən çətin qapda durarsan. Ondan birində olan köç çəkiləcək. Həri? Allah. Fərid kimə duranma? Komanda düşdü o. Bu həftənin qapısı Fərid. Neçədən seyf edir? 15 yana. Həftənin qapısı Fərid. Gələn həftədən oynayıram. Birinci də oynayıram, ikidə də oynayıram. Dünən mən durdum, Şahid qol buraxmadı. Həftənin qapısı mən olmalıyım o. Sən qapısı deyilsən, özün işləmsən. Yaxşı. O gözəl keçid Vüqardan. Hər şey elədi bugün Vüqar, amma dediyim kimi komandada yeni simalar var və adaptasiya gec davam edəcək. Əlbəttə bunun şahidiyik biz. Zərbə sözü yenə də Qaradağ komandasının əlcəyi sahibi daha yaxşı oynadı.
Hər iştirak görmədim. Texnika ilə. İsraf bir dənə şey var. O Elvar Yalvar gəlir nasıl? Sabah Hüseyin. Bir dənə onu gördüm. Sən Tofiqin qolunu gördün? Şey, Spartada. Panenka Panenka kimdir? Oy gözlər oynadı Emil. 120 metr uzunluğunda yoxdur ki, bu əsəm qapıyır. Oy. Ceyhunun zərbəsi 11 nömrəli oyuncuya təmas etdi. Yenidən Ceyhun aşırma zərbə. Dəqiq olmadı. Avantaja bırakır hakim. Ötürmə edildi sahcına. Hay İsrafilovun ötürməsi olsa da zərbə dəqiq olmadı. Murad Axunlu sahcınaqda da oyuncu var. Yox, heç bir şey yoxdur. Tapdıq ayağa durur Tezbazar. Zərbə dentilir bu dəqiqə. Oy gözəl, oy gözəl. Şavinski. Topdu! Yenidən zərbə! Bu dəfə də alınmadı, tələsir. Komandanın Yanıq kərəmi. Çalışır, vuruşur, prosto Qobustan qayalar. İtiriciliyi zəif şey ya. Restoran ətər oynayır. o, komandada 150 adam çağırır hər dəfə. Bu dəfə də oyunçuları yoxdur. Elə də olacaq da. Bir dəfəli bir dənə komanda qurdu. Oy gözəl zərbə! Qaradağ komandası mərcək sahibi keçilməzdir hal-hazırda. Halqa toylarında da. Oynamalı. Yuqar məsələ 20. Görsən, bu top saxlamalı. Hey, tapdım. Tapdıqdan 20 bal. Tapdığa? Güzel tapdım. Yox, güzel. Oyunun sonuna isə 1 dəqiqə qalır və bununla da 2-ci divizyon 4-cü sezonun 2-ci turu başa çatır. Hesabda artıq 5-0 hesabı ilə belə desək irəlidədir. İkinci həmlə. Möcüzə belə komandanın məğlubiyyətdən xilas etməyəcək Gold Army komandasına gedir. Söhbət sabah isə Gold Army saat 22:00-dan etibarən Sportov Baku rəqibi olacaq. Vüqarın zərbəsi qapıya daxil oldu əvvəl-axır və Vüqar Aliyev istəyinə nail oldu. Bəli, oyun belə də. Başa çatdı. Türk komandalara təşəkkürlər. İnşallah sabah yenidən sizinlə birlikdəyik. Bizdən ayrılmayın. Tək futbol olsun.